Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusunu və imkanlarını genişləndirən yeni qərar qəbul olunub. Unikal xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 oktyabr 2025-ci il tarixində qərar imzalayıb. Dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkmənistan, Özbəkistan, Şərqi Türkistan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmə imkanına sahib olacaqlar. Yeni qaydaya görə artıq bütün türk milliyyətli xarici vətəndaşlar vətəndaşı olduğu ölkədə ondan asılı olmayan səbəblərə görə peşəsini, sənədini və işini icra edə bilmədiyi və müxtəlif səbəblərlə Türkiyədə həyatını davam etdirmək məcburiyyətində olduğu halda Türkiyədə sərbəst işləyə biləcəklər. Yeni qaydalara əsasən milliyyəti türk olan xarici vətəndaşların Türkiyədə işləməsinə və ya işlədilməsinə icazə verilməsi üçün bir sıra şərtlərin yerinə yetirilməsi tələb olunur.